genində bu mutasiya olanlar arıqlaya bilmir. Bəzi nadir genetik mutasiyalar insanlarda arıqlama prosesini çətinləşdirir. Xüsusilə bəzi genlər metabolizma və iştaha nəzarət mexanizmlərində mühüm rol oynayır. Məsələn, OTP geni hipotalamus üzərində MC4R reseptoru tənzimləyərək iştaha və enerji sərfiyyatını idarə edir. Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, OTP mutasiyası piylənməyə səbəb olur. Maraqlısı odur ki, bu hallarda setmelanotid adlı dərman effektiv olmuşdur. Bu barədə araşdırma Science Translation Medicine jurnalında dərc edilib. Digər mühüm tapıntı isə GIPR genindəki variantlarla bağlıdır. Bu genin siçan modelində dəyişdirilməsi iştahı azaldan impulsların yaranmasına və çəki artımının qarşısının alınmasına səbəb olmuşdur. Bu tədqiqatlar genetik testlərin fərdi müalicə strategiyalarında əhəmiyyətini bir daha vurğulayır. Genetik meyilliyi olan insanlar üçün dərman və pəhriz yanaşmaları fərqli tənzimlənməlidir. Bu sahədəki elmi yeniliklər piylənməyə qarşı fərdiləşdirilmiş müalicələrin inkişafını sürətləndirə bilər. İnsanların təxminən 1/3-ü düzgün və balanslı qidalamaya riayət etməsinə baxmayaraq arıqlamaqda çətinlik çəkir. Lakin mütəxəssislər bildirir ki, bu insanlar yenə də sağlamlıqları üçün mühüm fayda əldə edir.